اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم. اللهم إني أسألك فيه ما يرضيك وأعوذ بك مما يعزيك وأسألك التوفيق فيه لأن أطيعك ولا أعصيك يا جواد السائلين. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين. وصلى الله على سيدنا ونبينا محمد وآله الطيبين الطاهرين واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى يوم الدين. Hoş gördük değerli mümin bazı kardeşlerim. Allah tuttuğunuz oruçları, ettiğiniz ibadet itaatleri kabul etsin. Mübarek Ramazan ayının 24. gününün duası ve onun muhtasar şerhi. Allahümme inni es'aluke fihi ma yurzik ve a'udhu bike mimma yu'zik ve es'aluke tevfike fihi li en utik ve la a'sik ya cevades sailin. İlahi, Perverdigar, bugünkü gündə səndən istəyirəm o şeylər ki, sənin razılığına çəkib aparandır. Səni razı salan işləri səndən diləyirəm. Allahümme inni əs'aluka fihi ma yurzik və a'udhu bika mimma yuzik. O şeylər ki, sənə əziyyət eləyir, səni qəzəbləndirən, sənə əziyyət verən işlərdən sənə pənah aparıram. Çox təəccüblüdür. Yəni, mümkündürmü insan Allaha əziyyət etsin? Bu ki, qeyri-mümkün olan bir şey. Necə ola bilər ki, bəşər insan Allaha əziyyət etsin? Ki, bugünkü günün duasında ikinci diləyimiz bu idi ki, Allah sənə sığınıram, pənah aparıram o şeylərdən ki, sənə əziyyət edir. Allaha əziyyət etməyin mənası nədir? Necə ola bilər ki, bəşər insan Allaha əziyyət etsin? Allah Təbarək və Teala Qur'an-ı Kərimdə buyurur: İnnellezîne yu'zûnellâhe ve resûleh. Bu xüsusda ayə də var. O kəslər ki, Allaha və onun rəsuluna, Həzrət Peyğəmbər əleyhissalama əziyyət edirlər. Allah təhdid edir o günahkarları, o məsiyətkarları, o azğınları ki, onlar Həzrət Peyğəmbər əleyhissalamı incidirdilər, onlar möminləri incidirdilər, Peyğəmbər əleyhissalamla ədavət, düşmənçilik edirdilər, olmazın əziyyətlər edirlər Həzrətə. Allah Teala bu əziyyəti öz Həbibi, Xatamul Ənbiya, Peyğəmbər əleyhissalama olan əziyyəti Allah Teala özünə əziyyət kimi adlandırır. Ki, Qur'an-ı Kərimdə də ayə-i şərifə bu cür başlayır. Həqiqətən o kəslər ki, Allaha və onun rəsuluna əziyyət edirlər. Həzrət İmam Sadiq əleyhissalatu vesselam buyurubdur: Ey insanlar, Allah belə deyir: mənim mömin bəndəmə əziyyət eləyən bir kəs ki, tuğyankar, öz malına, vəzifəsinə, gücünə arxalanaraq, Allahdan qafil olaraq, tuğyan eləyərək ki, mömin bəndələri incidər, əziyyət eləyər, sözlə, ya qolla, müəyyən işgəncə ilə, onların haqqını verməməklə, onlara hər cürə əziyyətlər edərsə, Allah buyurur, bəs o adam bilsin, o məni ilə müharibəyə, cəngə çıxıbdır. فَلْيَعْزَمْ بِحَرْبٍ مِّنِّ مَنْ آزَ عَبْدِيَ الْمُؤْمِنِ. Allah belə buyurur, İmam Sadiq əleyhissalam ki, buyurubdur ki, Allah Teala belə deyər ki, mənim mömin bəndəmə əziyyət eləyən kəs qorxsun, bilsin ki, məni ilə hərbə çıxıbdır, məni ilə müharibəyə gedir. Nəyə görə? Çünki mömin Allah yanında müminin dəyəri müqərrəb mələklərdən də üstündür. Və hədisdə oxuyuruq.
El-mu'min a'zamu hurmeten minel Ka'be indallahi tebareke ve teala. Mümin Allah yanında Kəbədən də möhtərəmdir. O müqəddəs Kəbə evi ki, aləmlərin qibləsidir. Həzrət Peyğəmbər əleyhissalam ki, müminin Allah yanında dərəcəsi, hörməti Kəbədən də möhtərəmdir. El-mu'minu a'zamu hurmeten minel melaiketil muqarrabin. Həzrət Peyğəmbər əleyhissalam buyurubdur ki, mümin Allah yanında müqarrəb mələklərdən də hörmətlidir. Bəs bir adam müminə əziyyət eləyərsə, mümini incidərsə, məzlumlara zülm eləyərsə, fəqirlərə, yoxsullara əziyyət eləyərsə, Allahın bəndələrinə əziyyət eləyərsə, bu əziyyət Allah Teala buyurur, o mənə əziyyət etmiş, məni ilə müharibəyə, cəngə çıxan bir adam kimidir ki, Allaha sığınırıq, Allaha pənah aparırıq ki, İmam Zaman ağanın qəlbini narahat etməkdən, çünki Peyğəmbər əleyhissalama əziyyət, Peyğəmbərin əhl-i beytinə əziyyət, onları narahat etmək, incitmək, İmam Zaman ağanın qəlbinə toxunmaq, yəni o işləri görmək ki, İmam Zaman ağanı narahat etmək, onun əziyyətinə səbəb olan işləri görmək, bu Allaha əziyyət etməyin mənasıdır ki, bugünkü gündə Allahdan ikinci diləyimiz bu oldu ki, Allah sənə əziyyət eləyən, yəni səni qəzəbləndirən işlərdən sənə pənah aparıram, sığınıram. Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurdu ki, Fatimə, qızım Fatimə salamullah aleyha, Fatimənin rızası Allahın rızasıdır, onun qəzəbi Allahın qəzəbidir. Həzrət buyurub ki, hər kəs Fatiməyə əziyyət edərsə, mənə əziyyət etmiş olar. Kim? Peyğəmbər əleyhissalamın əziyyətini də Allah Teala Qur'an-ı Kərimdə bəli oxuduq ayəni innellezine yu'zunallaha və rasuləh. Allah bugünkü gündə səndən diləyirəm, məni müvəffəq eləyəsən ki, sənə itaət edim, itaətkar bəndələrindən olum, sənə günahdan çəkinim, məni müvəffəq et, mənə kömək ol, günahlardan çəkinim və sənə itaət eləyim. Ey istəyənlərin, hacəti olanlara qarşı, istəyənlərə qarşı səxavətli olan Allah. Bəli, bugünkü gündə Allahdan tövfiq diləyirik ki, Allah bizi irili xırdalı bütün günahlardan çəkindirsin. Günahlardan çəkinməkdə daha doğrusu Allah bizə tövfiq inayət eləsin, bizə kömək olsun və onun itaətkar bəndələrindən olaq. Xatamul Ənbiya Həzrət Peyğəmbər sallallahu aleyhi və aleyhi buyurubdur ki, günahın kiçikliyinə baxmayın. Bəzən insan günahı kiçik bilər, müqayisə edər, bu günahlar mənim etdiyim və yaxud etmək istədiyim bu günah kiçik günahdır. Başqalarının günahı ilə, başqa günahlarla ki, müqayisədə çox kiçikdir, amma elə deyil. Həzrət Peyğəmbər əleyhissalam buyurur ki, günahın kiçikliyinə baxmayın. Baxın, görün ki, kimin huzurunda cürət edirsiniz, kimin sözündən çıxıb bu günahı edirsiniz və kimin huzurundadır. Sizi kim görür? Allah görür. Allahın huzurunda ki, insan cürət etməyi elə özü böyük bir günahdır. Allahdan tövfiq diləyirik ki, Allah Teala bizi bütün günahlardan ki, saxlasın və bizi öz itaətkar bəndələrindən qərar versin. Allah and verirəm İzzət-i Cəlalına ibadət itaətlərinizi qəbul etsin. Əssalamu aleykum və rəhmətullah və bərəkatuhu.